Tarixçi və Qanun qəzetinin təsisi və baş redaktoru Xuraman Əhliman qızı Quliyeva. Bu günləri biz Gəncə şəhərindəyik. 102 Xəbər Info və Inforum Xəbər studiyasının qonağıyıq. Vətəndaş Əsadov Cavidan Cəfərovun şikayəti əsasında biz bu günləri məhkəmə prosesində iştirak elədik. Ümumiyyətcə də bizə məlumdur, bizim dəfələrlə də qəzetlərimizdə də bax bu vətəndaşın, indi şəxsən təbii ki Cavidan müəllimlə gedir söhbət, onun en qədər hüquqları pozulub, bu prosesləri biz izləyirik, neçə aylar dillərdir, bir ilə yaxındır. Biz bu məsələni izləyirik və bugün də o məhkəmədə çıxış eləmişik, məhkəmənin qanunsuz olaraq, inzibati məhkəmənin qanunsuz olaraq hərəkətlərindən indi hal-hazırda özü çıxışında bildirəcək. Salam, hörmətli tamaşaçılar. Mən Əsadov Cavidan Cəfərovu, Tərtər rayon sakini. Bugün demək istəyirəm ki, mən 2021-ci ildə ailə həyatı qurmuşam. 4 il bir yerdə yaşamışıq. 2 evladımız var. Biri ağır xəstədir, autizm sindromu ilə mübarizə aparıram. O birisi düzəlikdə Allah'a şükür, xeyli irəliləyiş var. Böyük oğlum üçün hal-hazırda müalicə etdirirəm. 3 il bir yerdə olduqdan sonra yoldaşım mənə ayrılıb rəsmi olaraq. Ancaq biz 1 il 2 ay rəsmi boşandıqdan sonra bir yerdə qalmışıq. Mən ailə başçısı olaraq ailənin hər bir maddi mənəvi təmin etmişəm. Həm uşaqlarımı saxlamışam, həm müalicə eləmişəm bir at olaraq, ailə başçısı olaraq. 1 il 2 aydan sonra anası evladlarını götürüb gəlib atası gilə. Ondan sonra məhkəməyə verdilər bizi, icraya verdilər. İcra məmuru 1 il 2 ay mənə xəbərdar etməyib. 1 il 2 aydan sonra mənə icra məmuru Amir Səfərov tərəfindən, o zaman tanımırdım, zəng gəlib. Biraz da belə nalayıq danışıb, yekə nəzərdən vəzifəsindən sui-istifadə edib, vəzifəsinin nə olduğunu o zaman bilmirdim. Belə eləyəcək, elə eləyəcək, başın bəladadır. Mən də qarşılıq deyim ki, qardaşlar, kimsən nədir? Dərdi, doğru, düzgün anlaş görüm, kimsən, nə üçün zəng eləmişsən? Mən səni məcburi gətirdirəcəm. Nə üçün deyirəm? Buna baxmayaraq ödənilməlidir, buna baxmayaraq demişəm, imkanım yox, çarşı bağlanım. Az-az yenə də ödəyərəm. Bundan 20 gün keçib təzədən məni çağırıbdır, getmişəm. Bu səfər məcbur etməklə gətirdirib, halbuki məcbur etmək deyil. Mən ona telefonu dedim ki, birinci səhərə zəng eləyəndə 100 kərə məlumat vermişdim. Bu kimsə məni hələ qorxu edir, bilmirəm, tanımıram. Halbuki qanunla elə çağırmalı deyildi, məktub göndərməli idi, lap istədən, elektron da, poçtla da mənə məktub göndərməli idi ki, iş budur, vəzifəmiz budur, siz aliment ödəməlisiniz, ödəyürsünüzmü, gəlib izahat verməlisiniz. Mən də orada ifadə vermişdim ki, izahatda bizim xəbərimiz olmuyor, bizim sübutumuz da var, qonşular da var, video kadrlar da var, evin video kadrları, biz bir yerdə olmuşuq. Hakim Kamil Rızayev Allah qulu iddiaçı tərəfindən Əsadovadan, Yaqub qızından soruşur. Qarşı tərəf deyir ki, bir yerdə yaşamışsınız və ailəyə nə lazımdır, ailə başçı kimi təmin edildi. Bu doğrudurmu? Və məhkəmə prosesində video kadrlar gedə-gedə Əfsanə xanım özü də buna etiraf edir. Deyir, bəli, biz 1 il 2 ay boşanmamıza baxmayaraq biz sənəd üzərində boşanmışıq və 1 il 2 ay biz bir yerdə qalmışıq həmən evdə və 1 il 2 ay müddətində mənə və evladlarıma
bir ailə başçısı kimi baxıbdır. Maddi, mənəvi hər bir şeylə qarşılayıbdır. Hakim Kamil Rzayev Allahquloğlu qarşı tərəfdən soruşdu. Buna baxmayaraq qızım tələb edirsiniz, qarşı tərəf dedi, bəli. Mənə söz verirdi, mən də cavabdeh tərəf kimi cavab verdim ki, möhtərəm hakim, və bu aliment burada nəzərə alınmalıdır ki, bu adam övladlarını da saxlayıb, hələ ananı da saxlayıbdır. Buna baxmayaraq mənə məcbur 12 ayım, 1-2 ayım üzr istəyirəm, 2800 manat pul ödətdilər. Çox təəssüflər olsun ki, burada da vətəndaşın hüquqları pozuldu. Bununla bağlı bu günləri biz bu studiyanın qonağıyıq. Biz istəyirik ki, bu məsələ ictimailəşsin, bütün Azərbaycan və aidiyyatı qurumlar görsünlər. Vətəndaşların bu dərəcədə hüquqları pozulmalı deyil. Vətəndaşı qorumaq lazımdır. Onun hüquqlarına köməklik etmək lazımdır. Mülki davamız da vardı. Biz evlənməmişdən öncə nikah müqaviləsi bağlamışdıq. Nikah müqaviləsinə əsasən qarşı tərəfin məndən heç bir iddia etməyə ixtiyarı yox idi. Buna baxmayaraq iddia qaldırmışdı. Məndən bəzi ev əşyalarına, şəxsi mülkiyyətimdə olan maşına, bir də qırqızı, mən orada ifadə etdim, bizim evladlarımız xəstə olubdur. Bir ailə başçısı kimi qırqızıl deyilən bir şey mən satıb evladların müalicəsinə dolanışımıza istifadə eləmişəm. O biri qalan digər şeylərin üstlərində də bir hüququ yoxdur. Bizim nikah müqaviləmiz var. Nikah müqaviləmizə əsasən qarşı tərəf heç bir şey tələb edə bilməz. Buna baxmayaraq hakim Kamil Rzayev Allahquloğlu tərəfindən qətnamə çıxarılıb. Qətnaməni dəfələrlə tələb etməyimizə baxmayaraq bizə göndərilməyib. Halbuki 10 gün müddətində göndərilməlidir. Göndərilməyib. Dəfələrlə atam müraciət edib, mənim səlahiyyətli nümayəndəm verilməyib. Bir neçə aydan sonra təzədən vəkilə müraciət eləmişəm. Yazılı şəkildə yazdıqdan sonra dəftərxanaya yaxınlaşmışam. Dəftərxana qəbul etdim deyib. Mənə vəkil izah elədi ki, qəbul etdim yox, yazdığım 2 səhifədən olsun, kim qəbul et ad familiya, imza, həmən tarixi yazsın ki, sabahsı gün dəftərxanada deməsinlər ki, belə bir şey verilməyib sənət bizə. Bəli, vəkil haqlı çıxdı, çünki dəftərxanaya getdim, xanım qəbul etmək istəmirdi, dəftərxanadakı xanım ki, yox, bizim səlahiyyətimiz yoxdur, biz onu verənmərik, hakim baxır. Mən də dedim ki, qanun, hüquq, vəkillər belə deyir, bu belə olmalıdır. Siz burada nə iş var ki, siz işinizi görün, dəftərxanaya mən müraciət edirəm, siz qəbul edin sənəti və burada yazın ki, mən filankəs bu sənəti qəbul etdim. Bir neçə dəqiqə mübahisəmizdən sonra xanım qəbul etdi. Bir kopyasını da yazdı ki, mən filankəs bu sənəti qəbul etdim. Ondan dərhal sonra məhkəmə sədrinə yaxınlaşdılar, öz gözlərindən gördüm. Məhkəmə sədri deyindən sonra mənə həmən qətnaməni verdilər. Halbuki qətnamə mənə çatmamış, icra məmuru mənə məcbur etməyə çalışır. Ki, ödəməlisən. Deyirəm ki, icra məmuru Amir Səfərova. Bu qətnamə mənim əlimə çatmır. Hörmətli izləyicilər, biz mövzuya qayıdacağıq. Biz bu mövzunu izləyirik. Neçə aylardır vətəndaşın xahişini həyata keçirtmək üçün biz davam eləyəcəyik. Xalqın güvən yeri haradır? Məhkəmələrdir. Əgər bu günləri vətəndaşların hüquqları pozulursa, biz hara güvənək, kimə güvənək? Qanunsuz qərarlar çıxardırıq. Vətəndaş neynəməlidir? Yəqin ki, bu adət üzrə biz Məhkəmə Hüquq Şurasına da göndərmişik dəfələrlə başqa məsələlər də. Bu günlərdə Məhkəmə Hüquq Şurası yəqin bizim bu çıxışlarımızı
izləyəcək və vətəndaşlara köməklik göstərəcək. Həmin hakimlər də cəzalanacaq.